Şəkər xəstəliyinin birinci zərbə vurduğu orqanın böbrəklər olduğunu bilirdinizmi? Biz bunu sidik analizində şəkər aşkarlandıqda bilirik. Hazırda dünyada böbrək çatışmazlığı adlanan ağır vəziyyətin əsas hissəsi şəkərli diabet xəstələrinin payına düşür. Şəkər xəstəliyi xəstənin ən xırda damarlarını zədələdiyi üçün böbreyin də incə kapillyarları zədələnir və böbrək artıq əvvəlki kimi süzmür. Bədənimiz faydalı maddələri, xüsusilə də zülalları itirməyə başlayır. Bu proses davam etdikcə isə xroniki böbrək xəstəliyi və çatışmazlığı yaranır. Gecikmiş etaplarda pasiyent dializə məruz qalır. Nəzərə almaq lazımdır ki, böbrək özü haqda çox gec xəbər verir. Buna görə böbreyin zədələnmə ehtimalı olan bütün pasiyentlərdə böbreyi qorumaq vacibdir. Sözsüz ki, bunun üçün düzgün qidalanma və maye qəbulu rejiminə riayət etməli, yanaşı bəzi dərmanların qəbuluna çox ehtiyatlı yanaşmaq lazımdır. Bəs böbrəklərimizi necə qoruyaq deyə fikirləşirsinizsə, bitki tərkibli Diurenes tabletlərindən istifadə edə bilərsiniz. Diurenes bildirim ki, dərman deyil. Tərkibində qızılçətir otu, levistik kökü və rozmarin yarpaqlarının ekstratı var. Bu bitkilər böbreyin qan dövranını yaxşılaşdırır, işini asanlaşdırır, iltihabı və spazmları götürür. Təbii sidik qovucu təsir göstərdiyi üçün bədəndə yığılıb qalmış mayeni qovur və şişkinliyi də azaldır. Diurenesi 12 yaşdan yuxarı uşaqlara, hətta